Salam, mən Arzu Məmmədova. Instagramdan məni Arzu IELTS kimi də tanıya bilərsiniz. Artıq 3 illik IELTS instruktorluqla məşğul oluram və overall 8.5 IELTS skorum var. Bugün sizə IELTS imtahanına hazırlaşmadan öncə bilməli olduğunuz əsas məqamlardan danışmaq istəyirəm. Hazırsınızsa gəlin başlayaq. Mən bugünkü hazırladığım konteksti mən tələbələrdə ən çox gördüyüm problemlər əsasında hazırlamışam. İlk olaraq onu qeyd etmək istəyirəm ki, tələbələr mənim yanıma müraciət edirlər, biz konsultasiyadan keçirik və onlar bildirirlər ki, 1 ay, 2 ay içərisində imtahan verməlidirlər. Amma biz onların ümumi ingilis dili bazalarına baxdıqda bunun yetərli olmadığını gördük. Ona görə də başlamadan əvvəl onu qeyd etmək istəyirəm ki, imtahana hazırlaşmadan heç olmasa 1 il əvvəl hər hansı bir müəllimin vasitəsilə və yaxud da ki, kursun vasitəsilə ümumi ingilis dili testindən keçin. Level'ınızın uyğun olub olmadığını müəyyən edin. Əgər level'ınız uyğun deyilsə, yəni heç olmasa intermediate level'da deyilsinizsə, bu halda həmin o 1 il ərzində ümumi ingilis dili inkişaf elətdirməyiniz çox daha məqsədə uyğun olacaq. Daha sonrasında isə həmişə tələbələrə dediyim kimi, IELTS çox daha sadə bir mərhələdir. Biz onu sadəcə 2 həftənin, 1 ayın içərisində belə həll edə bilərik. Onu demək istəyirəm ki, məsələ təkcə ümumi ingilis dili level'ından ibarət deyil. Burada IELTS taktikalarını bilmək də çox önəmlidir. Tələbələr bəzən də hesab edirlər ki, mənim speakingim yaxşıdırsa, mən gedə bilərəm, çox qısa zaman ərzində imtahan verə bilərəm və s. Sizin speakinginiz yaxşı ola bilər, amma IELTS speakingin strukturunu bilmədiyiniz təqdirdə speaking imtahanında ciddi problemlərlə üzləşə bilərsiniz. Buna görə də IELTS imtahanı zamanı müəlliminizin speakingə xüsusi zaman ayırması, sizə feedback verməsi və eyni zamanda zəif nöqtələrinizin üzərində işləməyiniz çox da önəmli bir rol oynayacaq. Writing məsələsi isə çox tələbənin qorxulu yuxusudur. Belə ki, tələbələr ömürləri boyu ya writing yazmırlar, yazsalar da sadə writinglər yazırlar deyə. Xüsusən də mən tələbələrin writing dərslərində daha çox çətinlik çəkirəm. Buna görə də daha çox fokusumuzu həmin yönə yönəldirik. Writingdə çox önəmlidir ki, müəlliminiz sizə düzgün strukturları öyrətsin və yaxud da ki, self-study eləyirsinizsə, elə mənim YouTube kanalım üzərindən müxtəlif strukturları paylaşmışam, onları izləyə bilərsiniz. Və ən önəmli məqam isə bundan ibarətdir ki, writinglərinizə mütləq şəkildə feedback almalısınız. Çünki siz istəyirsiniz 100 dənə essə yazın. Nəyi səhv yazdığınızı bilmədiyiniz və onu düzəltmədiyiniz təqdirdə skorunuz inkişaf eləməyəcək və yuxarı balda ala bilməyəcəksiniz. Bu arada onu da vurğulamaq istəyirəm ki, çox universitetlər əsasən də writing skoruna diqqət yetirirlər. Çünki tələbənin əsas akademik dil bazasını göstərən bu sectiondur. Burada bir neçə məqam var. Tələbənin ideyanı nə dərəcədə yarada bildiyi, cümlə quruluşları, vocabulary'si, ideya açıqlaması və s. Ona görə də writing skorunuzu yuxarı tutmaq sizin üçün digərlərindən daha avantajlı bir mövqedə olmağa kömək eləyəcək. Keçək listening və readingə. Tələbələr məndən hazırlığa gələndə deyirlər ki, mən başqalarının sertifikatlarını görürəm və orada ən çox listening reading sectionlarıdır. Bu deməkdir ki, listening reading çox daha asan sectionlardır və mən oradan skorlarımı çox rahat formada inkişaf elətdirə bilərəm. Əslində bu belədir. Biz listening və readingdən doğrudan da qısa müddətdə inkişaflar görə bilərik. Amma burada sizin vocabulary'niz çox önəmli rol oynayır. Özünüzün baza vocabulary'niz olmalıdır və bundan əlavə olaraq da hazırlaşarkən də IELTS-də topic related vocabulary'ləri öyrənib, xüsusən də sinonimləri ilə və s. istifadə etməyi bacarmalısınız. Bununla bağlı da mən yenə videolar paylaşıram. Həmin o videolara keçid eləyərək IELTS üçün sizin ehtiyacınız olacaq əsas sözlərlə tanış ola bilərsiniz. Listening readingdə tək məsələdə vocabulary deyil, eyni zamanda tiplər və triklər, xüsusən də time management çox önəmli bir rol oynayır. Ona görə də hər sual tipinə necə yanaşmalı olduğunuzu bilməlisiniz. 1 saatın içərisində total passage necə işləməli olduğunuz və sair kimi strategiyalar öyrənməlisiniz. Bunun üçün YouTube-da kifayət qədər mənbə var, onlardan faydalana bilərsiniz və yaxud da ki, müəllim hazırlığında da müəlliminiz böyük ehtimalla buna kömək edəcək. Son olaraq onu qeyd etmək istəyirəm ki, IELTS o qədər də çətin bir period deyil. Əgər ümumi ingilis dili bazanız yetərlidirsə, çox qısa zamanda, hətta 1 ay içərisində də bunu həll edə bilərsiniz. Necə ki, biz bunu çox tələbəmizdən eləmişik. Sadəcə olaraq imtahandan qorxmamağınız, amma eyni zamanda da məsuliyyətlə yanaşmağınız lazımdır. Növbəti videolarda sizə computer və eyni zamanda paper-based IELTS-in arasındakı fərqi və hansını seçməli olduğumuzu da göstərəcəm. Həmin videoda görüşərik. Hələlik.